Bismillahirrahmanirrahim. Bəzən istədiklərimiz və etdiklərimiz dualar yerinə yetirilmir. Gün ərzində Allah Təbarək və Teala'dan müxtəlif məsələləri istəyirik. Məsələn, Allahdan var-dövlət və ruzi məsələsinin çoxalmasının, bərəkətli olmasını istəyirik. Məsələn, Allahdan yaxşı yaşayış istəyirik, yaxşı və düzgün ev istəyirik, amma bu baş vermir və illər üstündən keçsə də bu məsələ yerinə yetirilmir. Bunun səbəbi nədədir? Öz əməllərimizdədir, yoxsa Allah Təbarək və Teala nəuzubillah ədalətsizdir, dediyi sözü yerinə yetirmir? Bu məsələlər hər birimizin başına gəlib. Yəni, bu proses hər birimizin başına gəlibdir ki, dua etdiyimiz halda, istədiyimiz halda yerinə yetirilmir. Amma Allah Təbarək və Teala Qur'an-ı Kərimdə bizə buyurur: "Udu'uni əstəcib ləkum." Siz dua edin, mən dualarınızı yerinə yetirəcəyəm. Yəni zəmanət verir bizə. Amma bu baş vermir. Çox hallarda bu məsələ baş vermir. Bunun səbəbi Allahdadır və yaxud da bunun səbəbi elə bizim özümüzdədir, günahlarımızdadır, əməllərimizdədir. Məsələn, planlarımız pozulur. Bir plan cızırıq və bu planı yerinə yetirmək istəyirik. Amma zaman getdikcə bu plan pozulur və hətta əksinə olur bu planın. Düyünlər və maneələr yaranır bizim planlarımızda, işlərimizdə, proseslərimizdə. Sonra qərarlarımız dəyişir. Qərarların dəyişilməsi halları baş verir. Bunların səbəbi nədədir? Bunlar niyə baş verir? Niyə dua etdiyimiz halda qəbul olunur, maneələr yaranır? Allah Təbarək və Teala Qur'anda bizlər üçün ayə qərar verir. Ayə göndərir, nişanə göndərir ki, biz bu məsələləri, bu prosesləri başa düşək. وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ. Bilin ki, Allah insanla onun qəlbinin arasına girər. وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ. Və siz axırda onun huzurunda cəm ediləcəksiniz. Bizə ayənin əvvəli lazımdır. وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ. Allah deyir ki, mən insanla qəlbinin arasındayam. Yəni, o nə istəyir, hansı formada istəyir, nəyə görə istəyir, mən bilirəm. Bundan biz nə başa düşürük bu ayədən? Əsas məsələni biz başa düşməliyik bu ayədə. Əsas məsələ bundan ibarətdir ki, Allah Təbarək və Teala bizə bildirir ki, sən hansı məfhumiyyətdə və sən hansı formada bir şey istəyirsən, mən bunu bilirəm. Və'lamu, bilir. O dərk edir, bilir Allah Təbarək və Teala. Bilir ki, sən niyə istəyirsən, sən nəyə görə istəyirsən. Və Allah hikmət sahibi olduğuna görə bəzən bu məsələləri bizə məsləhət bilmir. Məsələn, 2 mərtəbəli evimizin olmağı, 100 minlik maşınımızın olmağı, var dövlətimizin daha da çoxalmağı. Yəni bunu bəzən Allah Təbarək və Teala gələcəyi bildiyi halda, bildiyinə görə, gördüyünə görə bizə qismət eləmir. Niyə? Çünki bilir ki, biz yolumuzdan dönəcəyik, yolumuzu azacağıq. Aydındır ki, Allahın qəlbimizlə rabitədə olduğu məqamlardan biri də planlarımızın pozulmasıdır. Çünki Allah Təbarək və Teala planları pozaraq bizi imtihan edir. İmtihan edir ki, mənim bəndəm, mənim yaratdığım məxluq, insan və digər varlıqlar mənə itaətində süslük edəcəklər ya yox.